Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulullah. Deməli, bugün dərsimiz vəsləli həmzə barəsində olacaq. Vəsləli həmzə nə deməkdir? Üzərində vəslə işarəsi olan həmzədir. Vəslə işarəsi bu cür yazılır. Vəslə işarəsi bu cürdür. Və əlifin üzərində olur. Vəsləli həmzə buna deyilir. Ümumiyyətlə, ərəb dilində həmzə iki yerə bölünür. Qəti həmzə bildiyimiz həmzə, vəsləli həmzə isə bu cür. Bu cür olan həmzədir. Yəni, böyük yazsaq bu cür. Aydındır. Buna deyirlər vəslə. Bu isə qəti həmzədir. Əlifin üzərində olanda da bu cür olur. Bunların oxunuş formasından danışacağıq. Bildiyimiz kimi vəsləli həmzə, yəni bu əlifin üzərində olan vəsləli həmzə əgər sözün ortasında gələrsə oxunmur. Yəni məsələn amma sözün əvvəlində gəndə oxunur. Sözün əvvəlində istəyir vəsləli yazılsın, istəyir vəsləsiz yazılsın, oxunur. Məsələn, Allah sözü, məsələn, Allah yazmayaq. Çünki Allah sözünün oxunuşu ayrı bir dərsdir. Onu inşallah keçəcəyik. Məsələn, götürək vəsləli həmzədən məsələn, əvvəldə İbnun sözün vəsləli həmzədir bunda. Təbii ki, biz bunu oxuyanda başdan İbnun oxuyuruq belə. İbnun. İbn övlad deməkdir. İbnun. Amma məsələn, bura vav qoysaq, altı ortada gəldi. Deyirik və bunun və İbnun demirik. Vəsləli həmzə vasitəsindən keçirik. Aydındır, növbəti hərfə, hansı ki, P hərfidir bizim yazdığımız misalda. Amma vavsız deyirik ki, İbnun, oğlu. Aydındır, amma vəsləlidə keçirik. Deyirik və bunun. Aydındır. Məsələn, Allah Teala Quran-ı Kərimdə buyurur ki, məsələn, Səbbih ismə rabbikəl ə'lə. Burada Rabbikə əl-ə'lə. Buradakı həmzə qət'idir. Amma məsələ üçün Allah Teala buyurur ki, Leylətul qadri. Leylətul qadri. Leylətul qadri. Məsələn, Leylətu əl-qadri. Leylət oxumuruq. Leylətul qadri. Həmzə vəsləlidir. Oxunmur. Amma leyləni çıxsaq oxuyuruq əl-qadru. Çünki əvvəldə gəlib. Ortada gələndə isə vəsləli həmzə nə olmur, qardaşlarım? Oxunmur. Bu vəsləli həmzənin yazılış forması. Əslində, Bismillahirrahmanirrahim də bu cürdür. Məsələn, budur. Bismillah belədir. Bismillah. Burada bir həmzə var, əlif var. Burada bir isim, çünki isim sözü belə yazılır. İsmun. Aydındır. İsmun. Bu həmzə vəsləlidir. Biz deyirik İsmun. Amma qabağına bir keçdiyinə görə artıq ortada gəlmiş oldu bu. Ona görə deyirik Bismillah. Bismillah. Əslində o bi-ismillahdir. Bi lalədir. İsmi də adı. Adıyla. Bismi Allah. Allahın adıylaƏr-Rahmanir-Rahim. Aydındır. Bu ortada yazılış həmzəli, daha doğrusu vəsləli həmzədir.
Hansı ki, vəsləli həmzə ortada gələndə və ya sonda gələndə fərqi yoxdur. İndi söz əvvəldə deyilsə, ya ortadadır, ya sonda fərqi yoxdur. Orta və sonda oxunmur. Yazılır, lakin oxunmur. Amma əvvəldə gələrsə artıq şəksiz ki, oxunmalıdır. Çünki söz sukunla başlamaz. Bismillah, bismillah belə deyənmərsən. Ərəb dilində sukunla başlayan söz yoxdur. Bu, vəsləli həmzənin dərsidir. Vəsləli həmzə dərsi bağlıdır bir növ şəmsi və qəməri hərflərlə. Şəmsi, qəməri hərflər. Ərəb dilində şəmsi və qəməri hərflər var. Hərflərin növləri var. Şəmsi və qəməri. Nədir şəmsi hərflər, nədir qəməri hərflər? Elə adlarından bəlli olduğu kimi. Böyük yazaq. El-qaməru El-qaməru Əş-şəmsu. Fikir versək, adlarından və əlif, ləm ismə daxil olub. Əl-qamər, əş-şəms. Əsli qamerundur, sözün əsli qamerundur, ay və sözün kökü şəmsundur, günəş. Əlif, ləm daxil olub, buna deyirlər nə? Şəmsi və qəməri hərflər. Şəmsi və qəməri hərflər əlif, ləmin oxunuş formasını təyin eləyən hərflərdir. Yəni, əlif, ləmdəki ləm var, o oxunurmu, oxunmurmu? Qəməri hərflərdə oxunur. Şəmsi hərflərdə oxunmur. Bu nə deməkdir? Əgər əlif, ləmdən sonra qəməri hərflər gələrsə, o zaman ləm oxunur. Əl-qaməru. Amma şəmsi hərflər olsa, yazılır, amma ləm oxunmur. Əş-şəmsu. Məsələn, leyl sözü, leyl, gecə. Allah nə deyir? Və-leyli. Demirsən, və-əl-leyli. Amma deyir, məsəl üçün, vəl-qaməru, vəl-qaməri. Aydındır? Quranda var. Məsəl üçün, və-şəmsi və-duhəhə. Və-şəmsi və-duhəhə vəl-qaməri. Vəl-qaməri. Amma demirsən, və-əş-şəmsi. Deyirsən, və-şəmsi. Orada olan ləm itir. Təbii ki, əlif vəsləlidir hər ikisində. O dərsi biz oxuduq. Dedik ki, əvvəldə gələrsə, oxunur. Vav qoysaq bura, demirik və-əl-qaməri, deyirik vəl-qaməri. Aydındır? Və ya və-şəmsi. Oxumuruq. Lakin biz burada naşırıq şəmsi qəməri hərflərdən nəyi? Əlif, ləm birləşməsindən sonra, yəni əlif və ləm hərfindən sonra, birləşməsi yox, əlif və ləm hərfindən sonra gələn isimdə ləmdən sonraki birinci hərf əgər qəməri hərflər sinifinə daxildirsə, o zaman ləm oxunur. Şəmsi hərflər sinifinə aiddirsə, oxunmur. Biz ikisindən birini əzbərləyərik. Ya qəməri hərfləri əzbərləyərik, ya şəmsi hərfləri. Kitab qəməri hərfləri verib əzbərləməyə. Qəməri hərflər nədir? Əlif, bə, cim, hə, xa, ayn, qayn, fə, qaf, kəf, mim, vav, hə, yə. Yəni, bu sözlər olan, bu hərflər olan sözlərdəki ləm oxunur. Məsələn, bə, əl-beytu, əl-beytu oxundu. Çünki bə gəldi. Qəməri hərfdir. Və ya məsələn, əl-cəməlu,
Əl-cəməlu oxundu. Əl-cəməlu demədən əc-cəməlu. Nə üçün? Çünki bu 14 dənə təqribən 14-14-ə bölünür. 28 hərfin 14-14-ə. 14 dənə qəməri hərfi öyrəndin, deməli qalanları şəmsi hərfdir. Məsələn, sad şəmsi hərfdir. Məsələn, deyirsən ki, əs-subhu. Oxumursan. Demirsən, əl-subhu. Deyirsən, əs-subhu. Nə üçün? Çünki qəməri hərflərin içində yoxdur ki, mən bunu qəməri hərf kimi oxuyum. Şəmsi hərflərin içindədir. Deməli, əlimizdə olan qəməri hərfləri öyrəndikdə, hansı kitabda var, onu əzbərləyəcəyik, şəmsi hərflər ortaya çıxır. Aydındır? Yəni, bir şey öyrənmək, onun ziddini öyrənməklə də olur. Aydındır? Biz ya şəmsini öyrənir, ya qəməri, kitab bizə qəmərini öyrənməyə rəğbətləndirir. Məsələn, qəməri hərflərdən, məsələn yazaq əl-ilmu. Əl-ilmu. Elm sözü. Əl-ilmu. Ayn gəldi. Ayn nədir? Qəməri hərfdir. Ona görə oxuyacaq bunu. Ləmi oxuyacaq. Vəsləli həmzə, vəsləli əlif dərsində məqsədimiz vəsləli həmzə təbii ki dərsində. Vəsləli həmzə dərsində məqsədimiz bu həmzə oxunur yoxsa yox. Şəmsi qəməri hərf dərslərində isə ləmin oxunmasından söhbət gedir. Əgər qəməri hərfdirsə ləm oxunur, şəmsi hərfsə oxunmur. Şəmsi hərflərə misal və misallar yazalım. Məsələn, Allah deyir ki, Bismillahi-ər-Rahmani. Elə yazım ki, siz bilən olsun. Ər-Rahmanir-Rahim. Bismillah, burada nə var? Ləm. Bu ləmi oxuyaq. Bismillah, əl-Rahman. Yoxsa birbaşa keçək, Ər-Rahman. Ər-Rahman. Və görsənən də budur ki, əgər şəmsi hərfi birinci, yəni o söz ki, o sözün birinci hərfi şəmsidirsə, ona əlifləm daxil olursa, o şəmsi hərfin özü var, məsələn, ra və ya şin və ya sa, bunlar şəddələnir, şəddə qoyulur. Əs-subhu, əş-şəmsu, ər-rahmanu, ər-rahimu və ya əl-leylu, əz-zuhru, salat-ı-zuhr məsələn. Əl-asru, əsr namazı, düzdür? Əl-asru, əsr namazı qəməridir. Amma əz-zuhru, zöhr namazı yox. Niyə? Çünki zuhurdakı za şəmsidir, ayn əsrdəki qəməridir. Burada əz-zuhru şəddəliyirik zanı, burada yox. Əl-asru. Quranda necədir? Vəl-asr. Əsr surəsi. Niyə görə bunu oxumuruq? Bunu çünki vəsləli həmzədir. Deyir, vəl-asr. Ləmi isə oxuyuruq. Çünki niyə ləmi oxuyuruq? Çünki ləmdən sonra gələn ayn qəməli hərfdir. Amma demirik, vəl-şəmsu. Deyir, vəl-şəmsi və duhəhə. Və deyir, vəl-qaməri izə tələhə. Vəl-nəhəri izə cəlləhə. Vəl-nəhər. Ləmi oxumuruq. Demirik, vəl-nəhər. Deyir, vəl-nəhər. Çünki nun şəmsi hərfdir. وَالنَّهَارِ إِذَا جَلَّاهَا وَالْلَيْلِ إِذَا يَغْشَاهَا وَالسَّمَاءِ. Səma deməli sin nədir? Şəmsidir. وَالسَّمَاءِ إِذَا بَنَاهَا وَالْأَرْضِ وَمَا طَحَاهَا. Əl-ard artıqca qəməlidir. وَالْأَرْضِ demirik, vardı. Deyirik, vəl-ard. Əl-ardu. Vəl-ardı Quranda. Əlifləm oxu. Vəl-leyl. Aydındır. Səbbih ismə rabbikəl ə'lə. Əlləzi xalaqa və səvvə və s. və l. Aydındır. Şəmsi qəməri hərflərində bu təqribən bu cür idi. Allah subhanət hala
doğrusunu bilir. Lakin burada bir məsələ var. Əgər qəməri hərfdən və ya fərqi yoxdur da, əgər əlifləm birləşməsindən sonra, yəni əlifləm birləşməsindən sonra, daha doğrusu qabaq, uzatma olan bir şey gələrsə, məsələn, fi uzatma var. Düzdür? Ondan sonra məsələn, fil beyti. Burada fi uzadılmır, birbaşa keçirilir. Demirsən, fil beyti. Desən, fil beyti. Uzatmanı oxumursan. Bu uzatmada axı, yə kəsranı uzadır. Necə əlif fəthəni uzadır, vav dammanı uzadır. Burada fi uzadılmır. Əgər əlifləm olan söz varsa. Demirsən, fi şəmsi. Məsələn, şəms sözünü qoyaq. Demirsən, fi şəmsi. Oxusan, fi şəmsi. Fi şəmsi. Bu uzatma yalnız yazıda qalır. Amma nütqdə, danışıqda, nitqdə olmur. Həmçinin də qəməri və şəmsi. Demirsən, fil beyti. Aydındır? Ancaq onu neynirsən? Məsələn, Allah deyir ki, fit-tevrat vəl-incil. Demirsən, fit-tevrati vəl-incil. Demirsən, fit-tevrati. Uzatmanı neynəmirsən, bildirmirsən. Aydındır? Allah Teala daha doğrusunu bilir. Və sallallahu aleyhi ve Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kətir.